statistikaya görə səhv eləmirəmsə, baxın, dünyada gerayin istehsalının 80% Əfqanistanda istehsal olunur. Və istehsal olunan gerayinin də 70-80% Azərbaycan üzərindən keçir. Tranzitdən keçir. Ya bu mənim uydurduğum bir şey deyil. Beynəlxalq hesabatlar var. Orada görürsən İrandan Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa və İranda məsələn kilosu nə bilim indi 1000 manat olan gerayin Avropada gəlir 10 minə. Yəni o çox gəlirli, rentabelli bir şeydir. Və bax mən burada sual versin ki, nətər keçir bu? Necə keçir? Hardan keçir? Bax bu yaxınlarda mən bunu onsuz da efirlərdən də deyəcəm, bir sual da verəcəm. Gürcüstan gömrüyündə 200 kilo gerayin saxlanıb. Azərbaycandan keçir. Bizdən o Gürcüstana gedənə qədər 2 gömrük keçir də. Bir İrandan bura, bir yoxlanış, bir də çıxışdan da artıq Gürcüstana. Bu necə yoxlanır sən bunu? Necə ola bilir ki, mən bir iPhone-u keçirdə bilmirəm? Bir telefon keçirdə bilmirəm, düzdür ya yox. Əvvəl iPhone keçirdi, indi ona bir mexanizm tapıblar da, uydurublar, qeydiyyat. Nətər olur bu qədər rahat keçə bilir?